Hüseyin کشن ایست که همه پروانه اوست. این حسین به نامی که همه دیوانه اوست. şair deyir, Hüseyin adında görən nə var? Bu necə şamdır, bütün insanlar ona pərvanə olur. Bu Hüseyin adında görən nə var? Bu necə addır, bütün insanlar ona divanə olur. Bir hədis deyim sizə, bir xəlvət küçədə görürlər, bir gün İmam Hüseyin ağa ağlayır. Heç kəs yoxdur yanında. Oturub bir xəlvət küçədə ağlayır. Cavan vaxtıdır hələ, cavan vaxtı. Bir nəfər də keçir, İmam Hüseyin ağanı görür ağlayan halda, deyir, ağa, ya Əbu Abdullah, niyə ağlayırsan? Nə olub, səni ağladan nədir? Baxır, deyir ki, özüm öz müsibətimi ağlayıram. İstəyirəm özüm də özümə əzadar olam. İstəyirəm əzadarların savabına çatan. İşin İmam Hüseyin Aleyhisselam'ın özündədir ki, aləm həmə divanə-i uz, Hanvuz onun dəlir. Hanvuz onun aşıqdır. Onun səsinə yığılır. İşte bugün yox. Aylardır qəlbində zəmzəmə eləyərsən, yavaş-yavaş məhərrəmin mehi gəlir. Aylardır hazırlaşarsan, məhərrəm gəlir. Qara köynəyin yoxdur, qara axtararsan. Niyə? Xədalət çəkərəm Fatimədən mən, necə rəngarəng deyil. Bir məhərrəm ki, Fatimə Qarabağdır. Bir məhərrəm ki, Zeynəb Qarabağdır. Bir məhərrəm ki, Allah özü qəmcin. Gəlmişik deyək ki, ağa, biz özgə adam deyilik. Biz qərib adam deyilik. Biz o kəslərin ki, Cəddün Peyğəmbər biz barədə Anan Zəhraya xəbər verdi. Haçan xəbər verdi? İmam Hüseyin ağa, sən dünyaya gələndə. Yazır alim kitabında ki, bəlkəm ilk dəfə idi ki, bir ailədə uşaq dünyaya gəlmişdi, təbrik əvəzinə ağlaşmaydı o evdə. Uşaq dünyaya gələndə deyərlər, gözün aydın, təbrik eləyərlər. Hüseyin dünyaya gələndə Fatimənin evində təbrik əvəzinə göz yaşı axıdırdı. Kim? Məxluqatın əşrəfi olan Peyğəmbər. Deyirlər, kim deyib İmam Hüseyin ağaya ağlayaq? Kim ağlayıb? Birinci Peyğəmbər özü. İmam Hüseyin Aleyhisselam ki dünyaya geldi, Cebrail İmam Hüseyin'in şehadet xəbərini verdi xanım Fatiməyə. Həzrət Peyğəmbərə, Həzrət Peyğəmbər qızı Fatiməyə xanım Fatimə orada ağlayır. Ata, Kərbəlada biz olarıqmı oğlumuza yad saxlayaq? Peyğəmbər buyurdu, xeyr, nə mən olaram, nə həm oğlum Əli olar, nə qızım Fatimə sən olarsan, nə İmam Hüseynin qardaşı İmam Həsən olar. Orada bir dənə İmam Hüseynə arxa dayaq və kömək bacısı Zeynəb olar. Buyurdu, bəs oğlumun nəsillikləri necə olar? Yəni mənim oğlum şəhid olar, ona yad saxlamaz da. Cəbrail nazil oldu, bax o qiymətli. Cəbrail nazil oldu, Peyğəmbər uzun Fatiməyə deyə narahat olmaz. Sənin ümmətündən insanlar gələr. Bax sözlər.
Məhərrəm gələndə yığışarlar, Hüseyin deyib ağlayarlar. Zəhra narahat olma. Allah qoyar Hüseynin məclisi boş qala. Bir nəfər ki Allaha xatir iş görən, Allah onu başsız qoymaz. Buyurdu qızım narahat olma. Qiyamətə qədər bütün insanlar sənin övladıva yaslaqlayarlar. Bilmirəm nə ləyaqət gördü Allah bizdə. And olsun Allaha, mən bilmirəm, kim bilir buyursun, mən bilmirəm Allah doğrudan nə ləyaqət gördü bizdə. Ki bizim adımızı yazdı ağlayanların siyahısına. O insanlar ki onların adını eşidəndə Zəhra sevinmişdir. Onların siyahısına bizi yazıb ki biz burada oturmuşuq. Bu soyuq gecədə. O adamların siyahısına yazıb. اللهم لعن أول ظالم ظلم حق محمد وآل محمد صل على محمد وآخر تابع له على ذلك. اللهم لعن العصابة التي جاهدت الحسين وشايعت وبايعت وتابعت على قتله. اللهم لعنهم جميعا. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين